Bismillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Elhamdülillah biz en hayırlı ayların birindeyiz ve en hayırlı günlerdir. Zilhicce ayı ve Zilhicce ayının evvelince 10 günleri ve bunlar faydalı günlerdir, hayırlı günlerdir. İnsan çalışmalıdır ve hayır emeller etsin. Sabah yok öbürsü gün inşallah aynı 26 May 2026 yılda Arafa günüdür. Həcdə olanlar Arafa dağında duracaqlar, yəni həmin yerdə. Bəzən olur, hələ bilir ki, Arafa günü Arafa dağına çıxmalısın. Yox, elə deyil. Sadəcə o gün çoxlu zikr eləməlisən, çoxlu dua etməlisən. Və həcc ziyarətində olmayanlar da bir gün oruç tutur. Və həmin bu bir gün bir il keçmişdə, bir ildə gələcəkdə etdiyin günahlara kəfarədir. Və böyük günahlar üçün bilirsiniz ki, tövbə etmək lazımdır. Və həmçinin başqa əməllər də etmək lazımdır. Və bu xeyirli gündə və xeyirli günlərdə çalışmaq lazımdır. Zikir etmək, dua etmək, Quran oxumaq, sədəqə vermək, yaxşı iş görmək, əmr bil məruf, nahy-anil münkar etmək və s. Yəni xeyir əməllər çoxdur. Hətta əgər nəsə verə bilmirsənsə, nəsə eləyə bilmirsənsə, bir müsəlman qardaşın üzünə gülmək belə o da sədəqədir, o da savabdır, o da xeyirdir. Və sən də çalışmalısan ki, bunlardan edəsən və savab əməlləri yığasan. İnsan ahirətdə bunların olması Allah Taala'nın rəhmətidir. Yəni Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, ən xeyirli gündür bu günlər. Soruşdular ya Resulullah, hətta cihaddan da, dedi hətta cihaddan da. Təkcə o kəsdən başqa ki, malınla, canla gedir, onlardan heç biri qayıtmır. Yəni Allah yolunda döyüşür və şəhid olur. Yəni görün nə qədər fəzilətli bir gündür bu 10 gün. Və ona görə də çalışmalısan ki, xeyir əməlləri. Yəni Allah Subhanahu taala bu günləri sənin üçün axirət üçün eləyib. Yəni axirətə əli boş gelməyəsən, savabla gedəsən. Və həmçinin savabları qazanmaq lazımdır və əsasda savabları qoruyub saxlamağı da bacarmalı. Yəni savabları itirmək həmən əziyyətlə qazandığın oruç tutub, zikr eləyib, dua eləyib, sədəqə verib, çalışıb qazandığın savablar hamısı gedir. Və qeybətlə, söz gəzdirməklə, ara gəz vurmaqla. İbn Teymiyyə rəhmətullah aleyhi deyir, أسوأ أنواع الكرم هو كرمك في إهداء حسنات للآخرين غيبة ونميمة وبهتانا وسبا وشتما. Deyir, ən yaxşılığın ən pisi odur ki, qazandığın həsənətləri, savabları başqasına hədiyyə verəsən. Nə ilə hədiyyə verəsən? Böhtan atmaqla, söyməklə, pis sözlər deməklə, qeybət etməklə, yəni söz gəzdirməklə, ara vurmaqla, belə şeylərlə yəni həsənətləri, qazandığın savabları başqasına verir. Bu ən hədiyyənin başqasına verilməsinin ən pis növüdür. Yəni belə hədiyyə vermək olmur, amma sən etdiyin əməllə hədiyyə verirsən. Və ona görə də heç kəs savabları qazanmır ki, kiməsə versin. Sən savabları qazanırsan ki, sənə savab fayda olsun. Və ona görə də bu xeyirli günlərdə savabları qazanmaq lazımdır və həm də çalışmaq lazımdır ki, qazandığın savabları, yəni həsənətləri qoruyub da saxlayasan. Yəni özünü də islah eləyəsən. Qeybətdən, söz gəzdirməkdən, yəni pis şeylər danışmaqdan, böhtan atmaqdan, yalan danışmaqdan, yəni bu günahlardan çəkinməlisən. Yəni İslam dini nə qədər pis göstərsələr də İslam dini gözəl din olaraq qalır və qalacaq. Yəni kim faydalanacaq, o onun özü üçündür, kim faydalanmayacaq, o da onun özü üçündür və ona görə də hesaba çəkiləcək və ona görə də hesab verəcək. Sadəcə Allah Taala möhlət verib, kim bu möhləti dərk eləyir, başa düşür və ondan faydalanır. Kim elə bilir ki, elə belə də gedəcək. Yəni o necə ki deyir, gözləyək, mən də sizinlə gözləyənlərdən biri. Allah səbir versin, Allah güc versin, Allah xeyir əməlləri etmək bizə nəsib eləsin və onu qoruyub saxlamaq bizə nəsib eləsin. Allah Taala bu xeyirli günlərdə dualar edirik. Xalqımız üçün, qohum-əqrəbamiz üçün, cəmaatımız üçün, müsəlmanlar üçün, ölkə başımız üçün, hamısı üçün xeyir dualar edirik. Allah Taala qorusun, hidayət versin, doğru yola yönətsin, güc qüvvət versin, insanlara xeyir versin və Allah Taala bizi bəlalardan qorusun. Və Allah Taala bizi xeyir qapıları açsın, torpağımıza, suyumuza, kəndimizə, şəhərimizə, ölkəmizə bərəkət versin və həmçinin bütün müsəlman ölkələrinə. Subhanakallahumma və bihamdik nəşhədən la ilahə illə əntə nəstəğfiruka və